də. Adi bir şey verək deyək də. Məsələn, əlinizdə yarım stəkan su var. Deyirəm, biraz da əlavə elə. Harasını əlavə eləyəsiniz? Altına yoxsa üstünə? Ha? Sən altına eləyəsiniz. Deməli, bir şeyin üstünə əlavə elə. Bax, ona görə deyirəm, cümlə üzünün əlavəsi mütləq aid olduğu sözün üzərinə artırılır. Üstünə artırılır. Yəni, sonrasına artırılır. Testlərdə düşür. Deyir ki, cümlə üzünün əlavəsi səhv olaraq da deyir, aid olduğu üzdən əvvəl də işlənə bilər, sonra da. Bu yanlış fikirdir. Ancaq və ancaq sonra. Məsələn, deyirik ki, dostumu Akifi gözləyirəm. Burada deməli, baxın, tamamlıq işlənib, nə edirəm, gözləyirəm kimi dostumu. Və dostunun kimliyini daha aydın ifadə etmək üçün ona bir dənə əlavə söz işlədim. Konkretləşdirib, dəqiqləşdirib. Düzdürmü? Əlavələr nəyə deyilir? Cümlədə özündən əvvəlki üzvün mənasını aydınlaşdıran, izah edən, konkretləşdirən sözə və yaxud da söz birləşməsinə cümlə üzvünün əlavəsi deyilir. Baxın, özündən əvvəlki söz bu, onu izah eləyib, aydınlaşdırıb, kimliyini bəlli eləyib, artıq deməli bu nədir? Cümlə üzvünün əlavəsidir. Ola bilərdi ki, bu cür işlənsin. Məsələn, burada dostunu dəqiqləşdirib ki, kimdir bu dost? Məsələn, bu cür işlənə bilərdi. Deyərdi ki, Akifi, dostumu gözləyirəm. Yazdımsa dostum. Nə edirəm? Gözləyirəm. Kimi? Akifi, dostumu. İndi burada nə edeyim? Baxın, Akif deyir və Akifin kimliyi bizə məlum olmur. Onu hansı söz dəqiqləşdirir? Bəlkə Akif qonşusuydu, bəlkə nə bilim qardaşıydı. Dəqiqləşdirmək üçün söz işlərilib dostumu. Artıq əlavə olan söz yenə də əvvəlki sözü bir növ izah etmiş, aydınlaşdırmış olur. Burada nəyin əlavəsini işlətmişik? Tamamlığın, bəli. Bir də əlavə aid olduğu sözlə eyni üzv sayılır. Əslində çox da normal bir qayda deyil, amma yəni qrammatika belə deyil. Və cümlə üzvlərinin hamısının əlavəsi ola bilər. Mübtədanın da, tamamlığın da, təyinin də, xəbərin də, zərfin, yəni cümlə üzvlərinin hamısının olur. Əlavə olaraq cümlə üzvlərindən başqa bir də əlavəsi ola bilər xitabların və söz birləşmələrinin asıl tərəfinin. Bax, söz birləşməsinin asıl tərəfinin əlavəsi daha biraz qarışdırıcıdır, ona görə ona diqqətli olaq. Deməli, baxın, bu tamamlığın əlavəsi yazılıb, bir dənə də başqa bir cümlə üzrə əlavə yazaq. Deyir ki, biz orada şəhərin kənarındaydık. İlk baxışdan zərfin əlavəsinə oxşuyur. Bax, amma biz həmişə yadınızda saxlayın. Bax, bir şeyə diqqətli olun. Əlavəni tapanda əlavənin özünə baxın. Özü nə kimi işlənir cümlədə? Özünün rolu nədirsə onu götürün. Bax, məsələn, orada sözünə baxırsınız, elə fikirləşirsiniz ki, bu zərfliyin əlavəsidir. Ya, bu zərflikdir. Orada zərflik deyil burada. Xəbərdir. Bax, bura baxın, idi. İdi ilə olan orada idi. Desək nə olar? Əlavə burada hansıdır? Bax, bu hissə, düzdür? Bu hissəni çıxardın, qoyun qırağa görün, nə qalır yerdə? Biz orada idik. Hansı cümlə üzv olmuş olur? Xəbər. Məsələn, desək ki, biz orada kəndin kənarında, belə bir formada deyək də, kəndin kənarında söhbət edirdik. Şəhərin kənarından söhbət edirdik. Belə olsa, bax, söhbət edirdik, nə olur? Ayrıca xəbər olur və o zaman şəhərin kənarında hansı cümlə üzv olmuş olur? Zərflik. Zərflik olur və zərflikdirsə, deməli, zərfliyin əlavəsi sayılır. Amma biz bu sözü, bu axırıncı yazdığımızı, biz bu cür yazmadıq axı. Yazdıq ki, burada idi yazmışdıq. Belə olan halda artıq bu söz müstəqil şəkildə zərflik olmur. İdi ilə bir yerdə nə olur? Cümlənin xəbəri. Və biz də baxırıq, deyirik, xəbərin əlavəsi sayılmalıdır. Yəni, belə şeydə diqqətli olun biraz. Mütləq əlavənin özünə baxın. Bax, məsələn, bu nümunələrdə də. Bax, fikir verin, görün, Akifə hansı cümlə üzrədir? Tamamlıq. Yəni, biri var, biz çox vaxt baxırıq bu qabaq tərəfə, əlavədən əvvələ. Və onda da bəzi səhvlər edirik. Adi söz birləşmələrinin əlavəsində daha çox o cür səhvlərə yol verə bilərik. Bax, məsələn, indi bir dənə söz birləşməsi və xitabın əlavəsinin aid nümunə yazaq sonra.
Bax, kitabların da əlavəsi ola bilər dedik. Məsələn, işlədirik ki, Odlar Yurdu. Məsələn, Odlar Yurdu, Azərbaycan, sənin nəyin? Bax, xitab hansıdır? Odlar Yurdu, əlavəsi nədir? Azərbaycan. Burada xitabın rolu nədən ibarətdir? Bu Odlar Yurdu deyəndə nəyi deyir, haranı deyir, onu konkretləşdirmək üçün əlavədən istifadə olunub. Hər ikisi xitabdır təbii ki. Və xitablarda daha çox vergüldən istifadə edirik. Bax, bunu da diqqətdə saxlayaq. Ümumiyyətlə, əlavələrdə istifadə olunan iki əsas duruş işarəsi var. Vergül, tire. Tirədən istifadə daha çox olur. Tirədən istifadə zamanı tirəni vergüllə əvəz eləmək səhv deyil. Ola bilər testlərdə də bəzən adi bir əlavədə tirədən istifadə eləsin və yaxud da tirenin əvəzini vergüllə istifadə eləsin. Bu da normaldır. Amma xitablarda dediyimiz kimi daha çox vergüldən istifadə olunur əlavələr arasında. Bu şəkildə. Bax, xitabın əlavəsi, bir də söz birləşmələrinin asıl tərəfinin əlavəsi var. Onlarda xüsusən diqqətli olaq. Mən bayaq nə dedim sizə? Mütləq əlavənin özünə baxın, müəyyənləşdirəndə. Əlavənin özünə baxanda daha rahat tapmaq olur. Bax, məsələn, deyirəm ki, orada bax, məsələn, orada kənddə yaşayanda daha xoşbəxt idik. Xoşbəxt idik xəbər. Düzdürmü? İndi görün nəyin əlavəsi işlənir. Kənddə sözü burada nə kimi işlənir? Diqqətli olun bir dənə. Görün. Fe'li bağlamanın, bəli, yaşayanda. Bu kənddə sözü müstəqil şəkildə zərflik deyə bilərik buna. Deməli, fe'li bağlamaya aid. Kənddə yaşayanda. Düzdür, fe'li bağlamanın asıl tərəfidir. Fe'li bağlama tərkibinin asıl tərəfidirsə, elə fe'li bağlamanın asıl tərəfinin əlavəsidir. Fe'li birləşmənin asıl tərəfinin əlavəsidir. Məsələn, deyirik ki, onu əlini qarşılayan dostu idi. Baxın, onu əlini qarşılayan dostu idi. Əlavə hansıdır? Əlini, düzdür? Nə kimi işlənir? Görün, tamamlıqdır, yoxsa fe'li birləşməyə aiddir? Fe'li birləşmənin asıl tərəfi, düzdürmü? Əlavə olan söz, qarşılayan sözünə, əlini qarşılayan. Deməli, nəyin əlavəsidir? Fe'li birləşmənin, fe'li sifət tərkibinin asıl tərəfinin əlavəsidir. Məsələn, bir başqa nümunə yazaq. Deyir ki, onun qardaşımın kitabı təzədir. Əlavə olan söz hansıdır? Qardaşımın kitabı da əlavə, yoxsa qardaşımın? Onun deyəndə biz qardaşımın kitabını nəzərdə tuturuq. Qardaşımın. Düzdür. Əlavə budur. Əlavə nə kimi işlənir? Üçüncü növ təyin söz birləşməsinin baxın, asıl tərəf kimi. Yəni söz birləşməsidir qardaşımın kitabı və əlavə olan söz qardaşım sözüdür. Deməli, nə kimi işlənir? Söz birləşməsinin ismi birləşmənin asıl tərəf kimi. Tabii bu müstəqil şəkildə cümlə üzvü deyil. Müstəqil şəkildə cümlə üzvü olsa deyərik cümlə üzvünün əlavəsidir. Bax, məsələn, yuxarıda yazdığımız nümunədə bayaq. Bax, məsələn, bura baxın. Burada nə kimi görürsünüz? Müstəqil şəkildə Akifi dostumu. Biz təhlil edəndə nə edirik? Gözləyirik kimi dostumu. Bu şəkildə təhlil edirik. Amma burada aşağıda dediyimiz nümunədə artıq bu qardaşımın sözünü biz müstəqil şəkildə tamamlıq götürə bilmirik. Və yaxud da digər cümləyi götürə bilmirik. Təhlil edəndə də təzədir. Hə. Təzədir. Nə? Bax, görürsünüz, qardaşımın kitabı. Onun sözü də deməli dediyimiz kimi ondan bir yerdə götürülür. Əlavə qardaşımın sözüdür. Bax, bu şəkildə deməli əlavələr bundan ibarətdir. Söz birləşməsinin asıl tərəfinin əlavəsini tapanda cümlə üzvlərindən qarışdırmayaq. Sonra nəyə keçək? Nə dedik? Həmcins üzvlər. Həmcins üzvlər nədir? Həmcins üzvlər eyni... Bax, tərifdə biraz bir dənə sözü həmişə yadında mən dediyim kimi deyim. Həmcins üzvlər... Bir dənə qeyd edeyim onu.
Tərifdə deyir ki, eyni üzlə bağlı olan, eyni suala cavab verən bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Bax, orada eyni üzlə bağlı olan sözü bizi çaşdırır. Elə bilirik ki, fərqli mübtədalarla bağlı olan təyinlər həmcins sayılır. Eyni sözlə bağlı olan, bax, belə yadda saxlayın, eyni sözlə bağlı olan, eyni suala cavab verən bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Məsələn, həmcins üzvlərə nə deyə bilərik? Deyirik ki, mən dağı, çölü, düzü gəzdim. Baxın, gəzdim. Nə etdim? Kim? Mən. Düzdürmü? Dağı, çölü, düzü sözlərinə fikir verin. Bax, sualları hansılardır? Sual veririk. Haranı? Düzü, dağı, haranı, çölü, haranı, düzü. Eyni suala cavab verdi. Eyni üzlə, yəni eyni sözlə bağlıdır mı görəsin taktik baxımdan? Düzü gəzdim, çölü gəzdim, dağı gəzdim. Hamısı idarə əlaqəsindən bağlanıb xəbərə. Eyni sözlə bağlıdır. Bərabər hüquqludurlar mı? Bir-birinlə bərabər hüquqludurlar. Həmcins üzvlər yadınızdadır da şeydə tabiəsizlik əlaqəsi. Bu bununla hansı əlaqədə bağlanıb? Tabiəsizlik. Bəs bu çöl sözü düz sözündən yenə tabiəsizlik. Deməli nəticədə bərabər hüquqludur. Tərif şərtdə, bax təriflərə diqqət yetirin buradakı təriflərə. Deyirik eyni üzvlə bağlı olan, yəni eyni sözlə bağlı olan, eyni suala cavab verən bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Bax bu şəkildə cümlə üzvlərinin hamısı həmcins ola bilər. Bizi ən çox çaşdıran bəzən xəbərin həmcinsliyi olur, başqa cümlələrlə qarışdırırıq. Amma tərifi diqqətdə saxlasaq, əslində o da tərifi ödəyir. Bax, məsələn, deyirik ki, müəllim köhnə dərsi soruşdu, yeni dərsi izah etdi. Baxın, bax, nə etdi soruşdu, kim? Müəllim. Nə etdi? İzah etdi. Kim? Yenə müəllim, düzdür? Bu xəbər hansı üzvə bağlıdır? Müəllimə. Mübtədiyə. Bəs bu xəbər eynən yenə mübtədiyə. Deməli, iki xəbər tərifdəki kimi eyni üzvlə bağlıdır. Eyni sözlə deyək də, mən bayaq başqa bir formada dedim. Eyni sözlə bağlıdır, mübtədə ilə. Və belə olan vəziyyətdə xəbərlər həmcins sayılır. Yəni xəbərlər burada həmcins üzvlərdir. Çünki eyni suala cavab verirlər, nə etdi soruşdu, nə etdi izah etdi. Düzdür? Xəbərlə də bağlıdır və bu şəkildə deməli həmcins üzv sayılır. Bir dənə biz xüsusən yadda saxlayaq təyinlərdə bir həmcins təyinlər var. Bir də qeyri-həmcins təyinlər var. Həmcins təyinlər nədir? Həmcins təyinlər burada dediyimiz kimi eyni suala cavab verən, eyni sözlə bağlı olan, bərabər hüquqlu olanlardır. Məsələn, deyirəm ki, həyətdə ağ, qırmızı, sarı güllər əkdik. Nə etdik? Əkdik. Harada? Həyətdə. Nəyə əkdik? Gülləri. Sonra deyək, hansı gülləri? Sarı. Hansı gülləri? Qırmızı. Hansı gülləri? Ağ. Hər biri eyni üzvə bağlıdır mı? Baxın, eyni üzvə güllərə bağlıdır mı? Bağlıdır. Deməli, nədir bunlar? Bərabər hüquqludurlar, həmcinslər, eyni suala cavab verirlər. Amma bir də bayaq bir nümunədə var idi, qara çadralı qız. Yadınıza gəlir mi? Məsələn, necə idi? Qara çadralı qız. Məsələn, qonşumuzdur yazın da. Qonşumuzdur xəbər. Kim? Qız. Deyirik, hansı qız? Çadralı qız. Çadralı söz nəyi izah edir? Qızı, düzdür? Çadralı sözü qızı izah edir. Bəs qara sözü, qara qızdır, yoxsa qara çadralıydı bu? Görsün, bu təyində buna aid. Qara sözü çadralını izah edir. Çadralı sözü də qızı. Məsələn, deyirik ki, enli kürəkli oğlan. Enli sözü kürəkli sözünü izah edir, kürəkli sözü oğlan. Enli oğlan deyə bilərsiniz oradan. Deməli, təyin izah edəndə nə olur? Qeyri-həmcins təyin.
Bir təyin digərini izah edirsə, aydınlaşdırırsa, o qeyri-həmciz təyinlərdir. Yanaşı işlənən 2 dənə təyindir. Bax, burada qarana da təyin götürülür, çatdıralım. Ayrı-ayrı təyinlərdir. Burada da ayrı-ayrı təbii ki, amma burada həmcinsdir. Bir də həmcinslərdə yadınıza saxlayın, intonasiya necə olur? Sadalanır. Məsələn, deyirik ki, ağ, bax, fasilə. Elə vergüllər əslində fasilənin qarantıdır da. Ağ, sarı, ağ, sarı, qırmızı, yoxsa ağ, qırmızı, sarı. Ağ, qırmızı, sarı. Deməli, mahnı yoxsa deyil olar. Nə tərədə o mahnı? Ağ, qara, qırmızı, canay fransızdır. Deməli, burada bazı sadalama var. Sadalama olduqda olur nə? Həm cins. Sadalama olmadıqda olur qeyri-həmciz. Və həmcinsdə nəsə var idi başqa, mənim deyəcəyim. Yox, elə bulardır. Yekunlaşdırdıq bundan. Sonra keçək nəyə? Nəyə? Həmcins üzvlərdə ümumiləşdirici sözlər. Baxın, həmcins üzvlərdə ümumiləşdirici sözlər deyirik. Ümumiləşdirici sözlər həmcins üzv olmayan cümlədə olmur. Mütləq gərək orada həmcins üzv olsun və onları ümumiləşdirən söz və ifadə olsun. Məsələn, bax, ümumiləşdirici sözlər, qoy bura yazın. Adına fikir verin, bax, ümumiləşdirici. Bu, elə adında var əslində ki, bu neyin edir? İşi nədəni var et? Ümumiləşdirmək. Nəyi ümumiləşdirir? Deyilənləri. Təsəvvür edin, bir dəftər söz danışırsınız, nəticədə nə olur? İdeya çıxardırsınız orada. Fikir çıxardırsınız. Sonda nə oldu? Hə, bu danışdım. Danışdığında nə nəticə gəldi? Bax, belə bir şeydir də ümumiləşdirici sözlər. Məsələn, deyirik ki, bayaq yazdığımız cümlə. Mən, nə bileyim, dağı, çölü, düzü. Sonra deyirik ki, hər yeri gəzdim. Bax, deməli, dağı, çölü, düzü sonra ümumiləşdirir. Hər yeri. Ümumiləşdirici söz ola bilsin ki, həmcins üzv işlənən cümlədə işlənə bilər, ola bilsin işlənməyər. Amma ümumiləşdirici söz olan cümlədə mütləq həmcins üzv var. Başa düşdünüz necə? Həmcins üzvü olan cümlədə ümumiləşdirici olmaya da bilər. Ola da bilər, olmaya da bilər. Bayaq elə yox idi də yazdığım cümlədə. Amma ümumiləşdirici varsa cümlədə, deməli orada həmcins var. Ümumiləşdiricinin işi həmcinsi ümumiləşdirməkdir. Həmcins üzvlər var 3 dənə və onları yekunlaşdırmaq, ümumiləşdirmək üçün hər yer sözündən istifadə edirik. Ümumiyyətlə, ümumiləşdirici söz özdə daha çox ümumi xarakter daşıyır. Məsələn, deyirik ki, hər kəs. Hər kəs. Nə bilim, Əli, Əhməd, Kərəm, eyni sinifdə hər kəs bugün dərsdə idilər. Bax, burada ümumiləşdiricilər hər kəs. Hər kəs nəyə ümumiləşdirir? Əli, Əhməd, Kərəm, düzdür? Həmcins üzvləri. Dərsdə idilər kim? Əli, Əhməd, Kərəm. Həmcins üzvlərdir. Hər kəsdə həmcins üzv hansı cümlə üzvdürsə ondan olur. Bax, indi buradan özünüz gördünüz. Əgər həmcins üzv, daha doğrusu, ümumiləşdirici söz, həmcins üzvdən sonra işlənərsə hansı turuq işarəsindən istifadə edilir? Bax, burada. Sadalanan sözlərdən sonra işləndi. Tiri, əvvəl işlənəndə nə? Qoşu nöqtə. Bunu yadda saxlayırsınız. Sonra işlənəndə, bax, həmcinslərdən sonra işlənəndə tiri, əvvəl işlənəndə qoşu nöqtə. Ola bilər ki, bax, belə bir məqamlar da var. Sonra işlənəndə yekunlaşdırıcı söz deyilən bir söz var, bir sözlə. Ondan da istifadə oluna bilər. Məsələn, baxın, bax, belə bir formada deyək. Deyir ki, mən dağı, çölü, düzü bir sözlə hər yeri gəzdim. Bir sözdən sonra. Aha. İndi burada fikir verin. Bax, bir sözlə adlanır yekunlaşdırıcı söz. Hər yer sözü adlanır ümumiləşdirici söz. Ümumiləşdirici söz yenə hər yerdə sözdür. Yekunlaşdırıcı söz
bir sözlə o deyilənləri bir-birinə yekunlaşdırır. Ara sözdür də, başqa sözlə bu modal sözdür, ara sözdür. Həmin modal sözdən əvvəl, baxın, tire qoyuruq, sonra vergül qoyuruq. Bir sözlə işlənəndə, bir sözlərdən əvvəl tire, sonra vergül. Duruş işarələri şərt daha bax bu dərsdə. Ona görə mən vurğulaya deyirəm. Belə məqamda, əgər əvvəl gələrsə ümumiləşdirici söz, onda bəzən ondan sonra sözlər işlənir, bağlayıcılar. Yəni, məsələn, desək ki, burada məsələn, diqqətlə baxaq bir dənə bu hissə. Məsələn, deyirik ki, hər kəs, yəni, əli və yəndən sonra qoşunur. Yəndən əvvəl vergül, əgər yəni bağlayıcısı işlənərsə və yaxud da məsələn sözü eyni yerdə işlənərsə, yəni məsələndən əvvəl vergül, sonra qoşunöqtə qoyuruq. Bax, bir məqam var, biz bayaq onu əlavələrdə demədim deyəsən, yadımdan çıxdı. Əlavələrdə bir məqam var, yəni bağlayıcıdan istifadə. Yəni bağlayıcıdan istifadə. Yəni bağlayıcıdan istifadə edəndə yalnız ondan əvvəl vergül qoyulur. Yəni başqa bir duruş işarəsi istifadə olunmur, ancaq vergül. Məsələn, deyirik ki, onu, yəni dostumu gözləyirəm. Bax, burada yəndən əvvəl vergül. Yəndən əvvəl həmişə vergül var. Əlavədə də işlənəndə, ümumiləşdirici sözlərdə də işlənəndə. Yəndən əvvəl vergül var dəqiq. Amma yəndən sonra qoşu nöqtənin qoyulması nəyə aiddir? Ümumiləşdirici sözlərə. Niyə? Çünki baxın, sadalama var. Əli, Əhməd, Kərəm, bir neçə üzv var yəni. Bir neçə üzv olanda artıq qoşu nöqtənin məqsədi də ən çox elə məqamlarda qoyulur. Sadalanma olunan sözlərdən qabaq. Yəndən əvvəl vergül, sonra qoşu nöqtə. Bir də diqqətlə fikir verək bu ümumiləşdirici sözlərdə duruş işarələrinə. Ümumiləşdirici sözlər həmzə sözlərdən sonra gələnə nə qoyuluq? Tire. Əvvəl gələndə qoşu nöqtə. Bir sözlə işlənəndə tire vergül. Yəni bağlayıcısı, məsələn bağlayıcısı işlənəndə əvvəl vergül, sonra qoşu nöqtə. Oldu mu?